imtahan təşkil etmək ucuz bir şey deyil. Sual yazılır. Dediyim kimi də kompüter düzəlir, ona nə bilim hansısa kabellər çəkilir və nəzarətçi ayrılır və s. Adam imtahana gəlmir. Niyə? Elə belə keçib də imtahanlar. Baxışımız daha çox məsuliyyət yaratmaqla bağlıdır. Nəinki bunu ödəyən. O ki qaldı bunun qiymətinə səmimi olaraq, indi o qiyməti mən, yəni biz müəyyən etmirik. Buna müvafiq qanun qəbul olunarsa, onun əsaslandırması olmalıdır ki, bunun qiyməti niyə budur? O da ictimaiyyətə açıqlanacaq ki, təxminən söhbət məsələdə. Yəni yenə deyirəm, amma bu buraxılış imtahanları, məsələn bu civarda olan bir dəyərdən gedir. Yəni bir imtahanın dəyərinin bazarda bəlli bir hal-hazırda var qiyməti və burada bir çox qruplara olsuz da bu pulsuz qalacaq. Yəni ödənişsiz olacaq. İlk dəfə imtahandan iştirak edənlər və yaxud şəhid ailələrində olanlar, sosial yardım alanlar və s. Yəni məqsəd pul toplamaq deyil, düz başa düşün. Yəni məqsəd məsuliyyət yaratmaqdır.